Sitəsində Stalinin döyüşdüyü Azərbaycanlı qaçaq Gülsüm, Pristavın və Kəndxudanın evlərinə gələrək zülm etmələrinə dözə bilməyən Gülsüm pəncərədən Pristavı, Kəndxudanı güllələyir. Qardaşlarının asılmasına mane olmaq üçün onların paltarını geyinib evdən qaçır və özünü Süleyman kimi tanıdır. Tiflisdən Gəncəyə gələn 2 vaqonu ələ keçirərək Soso Cuqaşvilini, yəni Yosif Stalini xilas edir və Stalin 7 ay Gülsümün dəstəsində vuruşur. Bir gün 4 erməni milisi gəlib onun hamilə gəlinini zorla işə aparmaq istəyəndə əlinə silah alan Gülsüm milislərin 4-ünü də yerindəcə güllələyir. Hadisəyə görə onu həbs edirlər. O Stalinə xəbər göndərilməsini tələb edir və bu dövrün Azərbaycan SSR rəhbəri Mircəfər Bağırova çatır. Bunu eşidən Stalin dərhal Bağırova zəng vurur və əmr edir ki, Gülsümü azad etsinlər. Bu qərarla barışmaq istəməyən erməni Mikayan Stalinə deyir ki, 300-dən çox erməni öldürüb. Stalin cavab verir ki, çətin günlərdə 7 ay bu qadının çörəyini yeyib. Belə dost bütün hər şeydən, hətta 300 ermənidən də dəyərlidir.